Salam əziz tamaşaçılar, mən şərhçiniz Bəylər Abbaszadə. Bu günlərim playoff'un ikinci mərhələsinin oyunu keçirilir. Avengers komandası ilə Start komandası qarşı-qarşıya gəlib. Hər iki komandaya uğurlar arzu edirik. Ümid edirəm ki, gözəl bir oyun sərgiləyəcəklər. Birinci oyun Start 4, Avengers 3. Birinci oyun Start komandası 4, Avengers komandası 3 hesabı ilə başa çatıb. Natikdən pas geriyə. Əhməddən Natiqə. Natik. Pressing qarşısında Natik pressingdən uzaqlaşa bildi. Natikdən pas Məhəmməddən əks pas ancaq İbrahim topu qapıya keçirdə bilmədi. Əlidən pas Yunusdan pas Cavidandan Əliyə. Əlidən Yunusa. Yunusdan uzun bir pas. Ancaq qarşısını aldılar. Zaur. İbrahimdən pas Əliyə. Əlidən top. Emildən pas. Məhəmməd topun qarşısını aldı. Məhəmməd özü irəliyir. Məhəmməddən pas geriyə. İbrahimdən topu ram eləyə bilmədi. Ancaq hakimin qararı davam etdi. Əlidən pas Yunusdan uzun bir pas yenə, ancaq qeyri dəqiq alındı. Top qapıdan başlayır. Elnurdan uzun bir pas, ancaq Əlidən də birdən uzun pas. Pas geriyə Yunusdan bir pas, ancaq alınmadı. Emil irəliyir, ancaq alınmır, out. Emildən pas Ravildən Emildən pas, zərbə Elnurdan gözəl bir seyf. Qapısını qorumağı bacardı Elnur. Yunusdan uzun bir pas. Yenə Elnur, zərbə ancaq qeyri dəqiq. Top üzü ilə topu çıxartdı. Tunardan uzun bir pas idimi, zərbə idimi? Qapıdan top oyuna daxil ediləcək. Yunusdan pas. Natikdən zərbə. Top dirək sirkələdi. Hakimin qərarı ilə top yerində başlamağa qərarını verdi. Məhəmməddən pas qısa. Məhəmməd bir topun uçlu paslarla çıxdı oradan. Məhəmməddən Natik akrobatik pas vermək istədi, ancaq alınmadı. Out. Natik qısa pasla Məhəmmədə topu verdi, ancaq blok qoyuldu topun qarşısına. Rabildən pas. Məhəmməd özü irəliyir. Məhəmməddən Rabilə. Rabildən pas, ancaq müdafiə öz yerindədir, blok. Topu alta. Üçüncüdən zərbiyə çıxartdı. Pas, ancaq Yunusdan bir uzun pas. İbrahim icazə vermədi. Natikdən hakimin qərarı cərmə zərbəsi. Sərt toxunuşlar baş verir. Məhəmməd özü irəliyir. Məhəmməd özü irəliyir, zərbə ancaq yan torusu irkələməyə bacardı. Əhəddən pas. Cavidandan içəriyə pas, ancaq Elnur yenə qorumağı bacardı qapısını. Natikdən gözəl hərəkətlər. Natikdən Məhəmməd özü irəliyir. Məhəmməd, ancaq qarşısına aldılar.
Yunusdan pas. Ravil, Məhəmməd pressing eləyir, ancaq ala bilmədilər. Məhəmməd irəliyir. Məhəmməddən zərbə, ancaq Natiq icazə vermədi. Natiq əks hücuma çıxırlar. Natiqdən Məhəmmədə pas. Məhəmməddən içəri, ancaq Yunus icazə vermədi. Sürüşmə ilə qarşısını aldı. Məhəmməd outu yerinə yetirəcək. Məhəmməddən pas. Qeyri dəqiq. Zərbə, ancaq Yunus qarşısını aldı. Məhəmməddən pas. Ravil özü irəliyirdi, ancaq topu ayağında saxlaya bilmədi. Natiq sərt oyun göstərirlər bizə. Cavidan zərbə, ancaq qarşısın yenə aldılar. Hər iki komanda 0-0 hesab ilə bərabərdilər. Yunusdan pas. Ravildən zərbə, ancaq zədələnən oyunçu varmı, yoxsa oyun saxlanılacaqmı? Məhəmməd özü irəliyir. Məhəmməd yıxıldı. Hakimin qərarı ilə oyun dayandırılır. Məhəmməd topu oynaya başladı, ancaq rəqib komandadakı Məhəmməd icazə vermədi. Məhəmməd topu oyuna daxil edir. Ravildən gözəl keçid. Ravildən geriyə pas. Yunusdan görək nə edəcək. Yunusdan uzun pas. Köllə zərbəsi, ancaq top dəqiq nişan almadı. Elnur topu başladı. Əhməddən uzun bir Natiqə gözəl pas. Natiq keçməyə bacardı, zərbə, ancaq dəqiq alınmadı. Əli top oyuna daxil etdi. Məhəmməd özü irəliyir. Məhəmməddən pas. Ravildən zərbə, ancaq blok. Yunusdan uzun bir pas, ancaq qeyri-dəqiq. Məhəmməddən zərbə. Top ayağına oturmadı. Qapıdan zərbə. Məhəmməd irəliyir. Natiqə gözəl bir pas. Çox gözəl bir pas. Gözəl bir oyun sərgiləyirlər. Natiq rəqibə topu vuraraq outa çıxartdı. Məhəmməd topu oyuna daxil edəcək. Məhəmməd hakimin qərarı ilə qayda pozuntusu qeydə alınır. Outu gec yerinə yetirdiyinə görə topu rəqib komandaya verməli oldular. Yunusdan Rabilə. Rabildədir. Nə fikirləşəcək? Ortaya gözəl bir pas. Özü irəliyir. Zərbə, ancaq alınmadı. Hakimin qərarı nə olacaq? Sarı vərəqə. Kimə? Tunara sarı vərəqə cəzalandırdı. Rəqib komandanı hücum elədiyi yerdə tutduğu üçün sarı vərəqə ilə cəzalandırılır. Cərimə zərbəsin Star komandası yox, Avengers komandası yerinə yetirir. Komanda yoldaşları topun qarşısında nəysə danışdılar. Emil və Ravil. Ravil zərbə! Gözəl bir gol! Ravildən gözəl bir Allah'ızlı zərbə və gol! Avengers komandası 1-0 önə keçir. Ümumi hesab 4-4 bərabərliyinə çatır. Natiq hakimin fiti ilə top oyuna daxil edir. Əhməd pas. Murad Tunar. Tunardan pas. Ancaq qarşısını aldılar. Cavidandan qeyri-dəqiq pas.
Alınmadı. Əhməd topu uzun oyuna daxil edir. Ancaq əllərinə top gəldi. Emin'dən pas. Cavidandan Emin'ə tək doğrusu paslar. Sata biləcəkmi ancaq? Alınmadı. Elnur topu oyuna daxil etdi. İbrahim ancaq. Gözəl fikirləşmişdi ancaq alınmadı. Yunusdan pas. Əhəddən qarşısına pas ancaq alınmadı. Elnur Məhəmmədə pas. Məhəmməddən gözəl bədən hərəkətləri. Natiqdən Məhəmmədə pas. Məhəmməd özü irəlilədi. Zərbə ancaq qoşsun, çox gözəl blokladılar. Məhəmməddən pas. Murad ancaq Tunar çox qeyri-dəqiq zərbə. Topu dağlara, daşlara belə desək vurdu. Ravildən Yunusa pas. Yunusdan Eminə pas. Emin'dən gözəl Ram. Emin'dən pas. Ravildən Cavidan'a pas. Cavidandan içəriyə pas. Gözəl bir gol. Əhəddən gözəl bir gol. Cavidan çox gözəl irəlilədi. İçəriyə pas verdi. Cavidan'a dedi ki, özün vur. Time out qeydə alınır. Avengers komandası ümumi hesabda 5-4 hesab ilə önə keçir. Geri dönüş eləyirlər. Cərmə zərbəsi. Qalmaqal baş verir. Komanda yoldaşlarıyla bir-birləri arasında. Tunardan zərbə ancaq Yunusdan blok gəldi. Məhəmməd topu outdan yerinə yetirəcək. Məhəmməddən İbrahimə pas. İbrahimdən Tunara pas. Tunardan zərbə ancaq icazə vermədilər. İbrahim top itərdi. Ravildən Eminə pas. Əhəd görək nə inəyəcək. Əhəddən zərbə. Elnurdan gözəl bir seyv. Məhəmməd əksüzuma çıxır. Məhəmməd görək nə inəyəcək. Məhəmməd gözəl müdafiə. Gözəl blok. Hətta top komandanın özündə qalır. Ravil topu özündə saxlayır. Ravildən geriyə pas. Yunusdan pas. Geriyə qaydırlar. Əlidən top. Gözəl pressing. Gözəl bir gol. Tunar pressingi öz bəhrəsini verir. Ümumi hesab 5-5 hesab ilə bərabərləşir. Çox gözəl oyun sərgiləyirlər. Gözəl oyun göstərirlər bizlərə. Yunusdan pas Emil'dən uzun bir pas. Müdafiə topu out'a vurur. Yunusdan uzun pas. Ancaq qeyri-dəqiq. Elnur topu oyuna daxil etdi. Natiqdən Məhəmmədə pas. Məhəmməddən Natiqə bir dənə də pas. Natiq nə inəyəcək? Ancaq çağmacaq oldu, alınmadı. Out. Natiqdən Məhəmmədə pas. Məhəmməddən Tunara pas. Ravildə qalır top. Ravildən Yunusdan topu uzaqlaşdırır. Yunusdan topu out'a. Kənara vurur topu. Natiqdən zərbə ancaq qeyri-dəqiq alındı. Əlidən uzun bir pas. Məhəmməddə top. Məhəmməd ancaq Yunus icazə vermir. Yunusdan zərbə. Əli icazə vermədi. Bu səfər qapıdan keçməyinə icazə vermədi. Top Elnurdadır. Elnurdan Natiqə pas. Natiqdədir top. Natiqdən pas. Əhməd özü irəliyir. Əhməddən uzun bir pas ancaq alınmadı. Out. Natiq başladı. Elnurdan Natiqə pas.
Natiq. Natiqdən uzun bir pas. Məhəmməddən əli icazə vermədi. Məhəmməd nə edəcək? Cərmə zərbəsi qeydə alınır. Yunusdan uzun bir pas. Natiq icazə vermədi. Topun qarşısını alır. Ravil topu oyuna daxil etdi. Emildən uzun pas. Ancaq qeyridə. Bunu deyirəm, onu deyirəm. Baş verir. Natiq. İki Natiqdən uzun pas. Əli topu ram elədi. Əlidən uzun bir pas. Olacaq nə baş verəcək? Natiqdən pas. İmrandan diagonal pas. Ancaq ram eləyə bilmədi topu. Rabildən Yunusa pas. Yunusdan əks istiqamətə pas. Emin'dən pas. Cavidandan zərbə ancaq. Top kənara çıxır. Elnur top oyuna daxil etdi. Natiqdən pas. İmran əks istiqamətə pas, ancaq alınmır. Əl işarələrini göstərirlər, ancaq hakim deyir ki, heç bir toxunuş yoxdur. Emin'dən gözəl keçid. Emin'dən Rabilə pas. Rabildən Eminə pas. Emin'dən gözəl bir pas Rabilə, ancaq Cavidan topu ram eləməyə bacardı. Cavidan içəriyə pas. Ancaq top Məhəmməddə qalır. Məhəmməddən pas. İmran özü irəliləyir. İmrandan zərbə, ancaq Əli icazə vermir topu qapıdan keçməyə. Pas. İçəriyə pas, ancaq toxunacaq heç kim olmadığı üçün alta. Çıxır top, Rabil top başlayır. Yunusdan Məhəmmədə pas. Məhəmməddən icazə vermədilər. Zərbə idi, ancaq alınmadı. Natiq. Görək. Top Elnurdadır. Elnurdan uzun bir pas. Məhəmməd qarşısını aldı. Cavidandan pas. Ancaq icazə vermədilər. Rabil top oyuna daxil edir. Rabildən pas. Yunusdan toxunuş olduğu üçün korner. Qəddini göstərir hakim. Cavidandan pas. Nə baş verir orada? Rabildə top, ancaq cərmə zərbəsi qeydə alınır. Hərəkətlidir yoxsa nə qərar verir hakim? Cərmə zərbəsi, bəli. Natiqdən pas. Natiq uzaqlaşdırır topu. Üst oradan top. Tərk eləyir stadionu. Məhəmməddən geriyə pas. Əlidən uzun bir pas. Bir qədər topu uzaqlaşdırmaq fikrində idi. İstəyinə də çatdı. Natiqdən uzun bir pas, ancaq alınmadı. Yunus top oyuna daxil etdi. Cavidandan pas. Ravildən Cavidana pas. Cavidandan içəriyə, ancaq Natiq blok qoyub icazə vermədi ona ki, içəriyə pas versin. Cavidan görək nə edəcək. Cavidandan pas, ancaq heç kim topa toxuna bilmədi. İmrandan pas. Rabil aldı qarşısını. Cavidan geriyə qaydır. Yunusdan uzun bir pas. İmrandan Natiqə pas. Natiq nə edəcək, ancaq yıxılır. Cərmə zərbəsi. Sərt oyun göstərirlər. Maraqlı bir oyun göstərilir. Natiq topu necə başlayacaq? Zərbə mi vuracaq? Pas mı verəcək?
Vaxtı yoxdur. Hakimin fiti ilə Natiq top oyuna daxil edəcəkmi, yoxsa zərbə mi vuracaq? Natiqdən pas, Tunardan Natiqə, Natiqdən zərbə ancaq blok qoyuldu. Cavidan topu uzaqlaşdırır. Elnur top oyuna daxil etdi. Əhməddən pas, İmrandan Məhəmmədə pas, Məhəmməddən İmrana pas, ancaq alınmadı. Yunus topu qarşıladı, Yunusdan pas. Əhməd icazə vermədi. Emildən pas. Əhəd ancaq zərbə ilə qarşısını aldı Elnur. Elnur top oyuna daxil edir, ancaq alınmır. Top əldədir. Əli uzun bir pas. Cavidan ancaq nə baş verdi? Hakim Əhmədin tələdiyini göstərdi. Qayda pozuntusu baş verir. Yunus pas mı verəcək? Zərbə mi vuracaq? Yunusdan zərbə ancaq geri deyik. Elnur top oyuna daxil edir. Natiq topu özündə saxlamağı bacardı. Natiqdən pas. Tunar özü irəliyir. Arxaya pas Əhməddən pas. İmrandan ancaq topu ayağında saxlaya bilmir. Out. Məhəmməddən pas. Emildən İmran, Yunus, Cavidan zərbə ancaq alınmadı. Məhəmməddədir top. Məhəmməd görə nə edəcək? Cavidandan pas Məhəmməddə top. Məhəmməddən zərbə ancaq Elnur icazə vermir. Seyfləri ilə Emil top oyuna daxil edir. Məhəmməd baş zərbəsi ilə topu geri qaytarır. Yunusdan top meydanı tərk eləyir. Əhməd top oyuna daxil edəcək outdan. Əhməddən uzun pas. Natiq topu hakimin qərarı. Cərmə zərbəsi. Start komandası cərmə zərbəsini yerinə yetirəcək. Görək. İmran mı yoxsa Natiq mi topu? Hətta Məhəmməd də topun başındadır. Görək hansı biri zərbəni indirdi ancaq İmran alınmadı. Oy. Natiqdən pas Məhəmməddən zərbə ancaq Əlidən gözəl bir seyf. Əhməddən pas İmran gözəl keçid. İmrandan zərbə ancaq Yunus bu oyun çox bloklarla yadda qalır. Əhməddən uzun bir pas. Natiq topu ram elədi. Natiq keçir. Ancaq top nə baş verir oradan? Natiqdən Məhəmmədə pas. Məhəmməddən İmrandan zərbə. Hakimin qərarı ilə heç bir hadisə baş vermədi. Görək nə baş verir? Əhəd topla irəliləyir. Ancaq icazə vermədilər onlara. Birinci hissə sona çatır. 2-1 hesab ilə. Ümumi hesab 5-5'dir. Rahat cəzmə qoymamış.
Hakimin fiti ilə ikinci hissə başlayır. Məhəmməddən gözəl bir qarşısını alma. Natiq. Natiq. Məhəmməd. Top Yunusdadır. Yunusdan gözəl hərəkət. Ravil. Ravildədir top. Ravildən. Top uzaqlaşdırır Ravil. Elnur topu oyuna daxil edir Məhəmməd. Məhəmməddən pas. İmrandan top. Alta çıxır. Natiqdən akrobatik zərbə ancaq geri dəqiq. Kimin qərarı nə olacaq? Üçüncüdən zərbəni göstərir hakim. Cavidan. Cavidan. Cavidandan pas. Ravil. Ravildən Cavidana pas. Cavidandan hərəkət ancaq icazə vermədilər. Cavidan geri qaytarır topu Yunus. Yunusdan Ravilə. Ravildən Əliyə. Əli topu uzaqlaşdırır. Out. Elnurdan Əhmədə pas. Əhməddən uzun bir pas. Zərbə. Ancaq yan toru. Kamerayı girsən, səhv edirsən. Ay, öyrənmə. Məhəmməddən pas, Əhəd. Əhəd özü zərbə ancaq. Top xəttin üzərində getdi. Natiq ancaq alınmadı. Yunus icazə vermədi keçməyinə. Natiqdən geriyə pas Məhəmməddən pas. Məhəmməd icazə vermədi. Cavidan keçid edə bilmədi. Məhəmməddən top. Zərbə ancaq Məhəmməddən çıxdı top. Natiq. Düz demişəm mən. Babası idi. Hə. Natiqdən pas ancaq Rabil saxlayamağı bacardır. Natiqdədir top. Natiq özü irəliyir. Natiq özü keçmək istəyir. Natiq ancaq Məhəmməd icazə vermədi ona. Natiqdən pas Məhəmməd. Əhməd ancaq zərbə qeyri-dəqiq alındı. Qapıdan zərbə. Əli. Əlidən uzun bir pas. Elnurdan pas. Tunar. Ravil ancaq hakim qərarı birbaşa qırmızı vərəqə ilə Tunarı meydandan kənarlaşdırır. Öz komandasını azlıqda qoyur. Hakimin qərarı cərmə zərbəsi. Görək. Star komandası bu avantajdan yararlana biləcəkmi yoxsa? Yox. Emil və Ravil topun başındadır. Emil zərbə ancaq gözəl bir seyv. Elnur icazə vermədi qapsın. Qolla keçid edilsin. Cavidandan zərbə ancaq Elnur yenə seyvini elədi. Yenə bir seyv. Elnur gözəl bir seyvlərlə yadda qalır. Cavidan topu oyuna daxil edəcək. Üçüncüdən zərbə. Cavidandan pas. Əhməd icazə vermədi. Əli qabağa çıxıb. Ancaq görək nə baş verir. Natiq ancaq Yunus. Yunus icazə vermədi top qapısından keçsin.
Yunus'tan pas. İcazə vermədi İbrahim. İbrahim'dən top. İbrahim'dən pas ancaq yenə alınmadı Əli. Əldən pas. Emil'dən Yunus'a. Yunus'tan. Emil'e pas. Emil'dən uzun bir pas. Zavidan'da top ancaq topu ram eləyə bilmədi. Bəlkə də saxlatsa gözəl bir gol. Vura bilərdi ancaq Əli qabağa çıxaraq öz komandasını qorumağı bacarır. Ravil'də top, Ravil'dən pas Yunus'a, ancaq İbrahim icazə vermədi, zərbə vursun. Əhməddən uzun bir pas. İcazə vermədi. Emin öz qapısını qorumağı bacarır. Emin bir də Cavidan'da top. Cavidan özü irəliyir. Cavidan'dan pas. Yunus'tan zərbə ancaq qeyri dəqiq alındı. Qapının üstündən top. Meydan tərk elədi. Elnur ancaq icazə vermədi yenə. Emin, Rabil'dən zərbə ancaq Elnur yenə bir gözəl seyv. Meydandan kənarda oyuna müdaxilə olunduğu üçün hakim öz etirazlarını bildirir. Natiq öz etirazlarını bildirir hakimə. Münaqişə yaranır. Görək hakimin qərarı nə olacaq. Bəli, künsdən zərbə. Cavidandan qısa pas. Ravil'dən Yunus'tan zərbə Natiq icazə vermədi. Yenə Yunus'da top. Yunus'tan Cavidan'a gözəl bir pas. Cavidan'dan ancaq yan tor. Alınmadı Elnur topa oyuna daxil edir. Uzun bir pas. Natiqdən baş zərbəsi. Əli icazə vermədi. Out. Əhməddən qısa pas. Sönməsi. Əlidən Ravil'ə pas. Ravil'dən geriyə pas. Yunus'tan pas. Ravil'dən Eminə pas. Emin'dən içəriyə pas. Cavidan topu ram eləyə biləcəkmi? Topu saxladı özündə. Cavidan keçdi bir. Əhməd ancaq alınmadı. Ravil'dən pas. Emin neyniyəcək? Emin öz keçir. Emin'dən pas ancaq alınmadı. Cavidan'dan zərbə ancaq. İlək zərbə. Elnur'dan Natiqə pas. Natiq özü irəliləmək istəyir ancaq. Komanda yoldaşlarına etiraz bildirir ki, siz də gəlin. İmran irəlilədi ancaq Emin icazə vermədi ona. Yunus'tan pas. Emin'dən Ravil'ə pas. Ravil özü irəlilir. Cavidan'a pas! Cavidan! Gözəl bir gol! 6-5 hesabı ilə Avengers komandası önə keçir. Əhməd Atiq topu oyuna daxil edir. Hakimin fiti ilə Məhəmməddən pas Əhməddən Məhəmməddən geriyə Elnur topu uzaqlaşdırır. Ravil'in pressingi öz bəhrəsini verir. Emil altdan topu oyuna daxil edir. Emil'dən pas. Əhəddən zərbə ancaq. Eydək. Qapıdan üstdən topu meydanı tərk elədi. İmrandan uzun bir pas. Yunus icazə vermir. Oy toqquşma baş verdi ancaq. Hakimin qərarı oyuna davamdır. İmran gözəl keçid eləmək istəyir. İmrandan zərbə ancaq Məhəmməd icazə vermədi. İmrandan bir dənə də zərbə ancaq yan tonla. Yan toru sirkələdi Əli. Əlidən pas Ravil. Natiq görək neyniyəcək. Natiq zərbə ancaq dirək Əlinin köməyi oldu. Əhməd topu meydandan kənarlaşdırır. Out. Əhəddən Ravil'ə pas.
Ravildən pas Məhəmməd. Məhəmməddən zərbə ancaq yan torrar yenə. Yenə qeyri-dəqiq zərbə. Əhməddən uzun bir pas. Yunus icazə vermədi. İbrahimdən top. İbrahimdən pas Natiq. Natiq görən eyniyəcək ancaq cərmə zərbəsi qeydə alır hakim. Natiq topu qapıya zərbə mi indirəcək, yoxsa pas mı verəcək? Hakim səddi qurdu. Natiq topun başındadır. Natiqdən zərbə ancaq top sətdən geri dönür. Məhəmməddən top. Məhəmməd görən iniyəcək. Məhəmməddən pas Əhməddən pas İbrahimdən Natiqə pas Natiqdən içəriyə pas İbrahimdən top görən iniyəcək. İbrahim topu ayağında saxlamağa bacarır Məhəmməd ancaq oyunlarını göstərməyə çalışırlar. İmrandan Natiqə pas Natiqdən top. Bir qədər fikirləşdim Natiqdən Məhəmmədən Natiqə Məhəmməddən ancaq əli topu qapıya girməyə icazə vermir. Öz qapısını çox gözəl qorumağı bacarır. İmrandan zərbə və gol! İmran gözəl zərbə ilə hesabı minimuma endirir. Ümumi hesab 6-6 ilə başa çatır. Gözəl akrobatik zərbə, gözəl bir gol. Yunusdan pas. Əhməd icazə vermir. Out. Rabil yerinə yetirir Məhəmməddən pas. Ravildən top ancaq top. Ravildən top çıxır. Yox. İmrandan top. Kənar çıxını göstərir hakim. Əhməd, Natiq. Yunus icazə vermir. Yunus. Natiq top oyuna başladı İmrandan zərbə və gol! İmran gözəl bir gol. Öz komandasın 7-6 hesabıyla önə keçməyə bacarır. 2 dənə gözəl 9'luq, 2 dənə gözəl zərbə və gol. Öz oyununu göstərir. İmran yeni irəliləyir. Əhməd topu alta vurur. Emin topu oyuna daxil edir. Ravildən Yunusa. Yunusdan Eminə pas. Emin'dən Ravilə pas. Ancaq Əhməd qarşısını almağı bacarır. Məhəmməd özü irəliləyir. Məhəmməd ancaq zərbəsi çox zəif alındı. Əlidən pas. Əhəd özü irəliləyir. Əhəddən pas Emildən Əhəddən Əkskraya komandasının yoldaşını ancaq Elnur icazə vermir. Yenə seyv Natiq Yunusdan gözəl bir sürüşmə fəndi ilə qarşısını alır. Rabil, Əhməd, Yunusdan pas Natiq topu alta vurur. Zədələnən oyuncu var. Əhəd top oyuna daxil edirmi yoxsa? Əhəd özündə top. Əhəddən Cavidana pas. Cavidandan içəriyə pas. Ancaq Natiqdən top meydanı tərk eləyir. Cavidan özü irəliləyir. Cavidandan Yunusa pas. Yunusdan zərbə ancaq Məhəmməd icazə vermir. Ravildən zərbə amma dirək. İstəyirəm Əhəddən gözəl zərbə alındı ancaq
Alınmadı. İbrahim'dədir top. İbrahim'dən Məhəmmədə pas. Məhəmməddən İmrana ancaq alınmadı. Top out. Time out. Qeyd alınır. İmrandan Natiqə pas. Natiq orada iki komanda yoldaşı onu sıxışdırırdı ancaq Natiq qalibi ayrıldı. İmrandan Natiq. Top Natiqdədir hələ də. İki komanda yoldaşı onu yenə sıxışdırır ancaq top almağı bacarırlar mı yoxsa? Yox, bacarmadılar. Natiq. İmrandan Natiqə. İmran top başladı. Natiq. Nə oldu, nə baş verdi? Nə baş verdi? Top onu yenə davam elətdirir Hakim. Ravildən Yunusa pas. Yunusdan top uzaqlaşdırır. Çox qalmaqallı oyun keçirilir. Görək axırda nə baş verəcək? Elnurdan Məhəmmədə pas. Məhəmməddən İbrahimə ancaq Ravil icazə vermir. Qaqaş təkdə orada. Niyə oldu Qaqaş? Ağrı. İbrahim! Gözəl bir gol! İmrandan gözəl bir zərbə, gözəl bir gol. 8-6 hesabıyla Start komandası hesabı bir qədər də uzaqlaşdırır. Ravildə top. Ravildən Cavidana pas. Cavidandan pas. Emin topu qarşılaya bilmədi. Öz mövqeyini düzgün seçməmişdi. Natiq top oyna. Daxil edir Natiq. Emin qarşısını alır. Əhməddən pas, nə baş verir? Ravil. Əhəddədir top. Əhəddən pas. Ancaq qeyri-dəqiq. Emindən Cavidana pas. Cavidandan əks pas. Əhəd özü irəliyəcək. Əhəddən pas Ravilə. Ravildən Əhədə. Əhəddən pas. Nə baş verir orada? Zərbə ancaq. Yan torlar sirkələdilər. Elnurdan qısa pas. Natiqdən topu avuta vurdu. Ravildən Cavidana. Ravildə top elədi öz ayağında. Saxlamağı bacarır. Özü idarə eləyir. Pas gözəl idi ancaq topu qarşılaya bilmədilər. Elnurdan Natiqə pas. Natiqdən zərbə. Top Ravildən. Tərk eləyir. Əhməddən geriyə pas. Natiqdən pas. Emin. Cavidandan zərbə ancaq. Qapıdan zərbə. Topu oyuna daxil edəcəklər. Elnurdan Natiqə pas. Natiqdən Ravilə pas. Ravildən Cavidana. Cavidandan pas ancaq tam eləməyə bacarmadı. Əhməddən pas. Əhmədin özü ilə elədi zərbəsini də vurdu ancaq alınmadı. Məhəmməd top oyuna daxil edir. Natiq zərbə idi ancaq tam tuş olmadı. Məhəmməd top oyuna daxil etdi. Ravildən Cavidana pas. Cavidandan zərbə Natiq icazə vermədi. Blok. Cavidan top oyuna daxil edəcək. Cavidan. Görək. Əzür Cavidandan Məhəmməd icazə vermədi. Məhəmməd top oyuna daxil edir. Ravildən pas.
Onu seç. Əhəd. Tartışma baş verdi orada. Hakimin qərarı. Cərmə zərbəsi. Ya Emil. Emin'dən pas, Emil ancaq. Cavidan pas verdi. Əhəd. Sərvi ancaq Məhəmməd. İcazə vermir. Emil topu oyuna daxil edir. Emildən pas Cavidandan əks qıraya pas ancaq. Alınmadı Elnurdan Məhəmmədə pas. Məhəmməddən içəriyə pas alınmadı. Üst oradan top. Meydan tərk elədi. Məhəmməd top oyuna daxil edəcək. Məhəmməddən İmrana pas. İmran özü irəlilədi, zərbəsində vurdu ancaq alınmadı. Əhəd özü irəliləyir, Əhəddən pas alınmadı. Cavidandan zərbə. Qeyri-rəq zərbələr. Alınmadı. Elnur top oyuna daxil edir. Natikdən pas İmrandan. Qıraya pas ancaq. Ösəm yoldaşı yerində olmadı, üçün alınmadı. Məhəmməddən uzun bir pas. Əhəd ancaq Məhəmməd icazə vermədi. Out. Emildən Əhədə pas. Əhəd, İmran. Görək nə baş verir orada. Məhəmməd 2-nin 1-ə. Məhəmməd 3-ün 1-ə hətta. İmran! Gol, gözəl gol. Gözəl kombinasiya, gözəl paslaşma. Hesab 5-3, ümumi hesab 9-6. Star komandası öndədir. Görək bu hesabı bağlaya biləcəkmi? Avengers komandası. Məhəmməd özü irəliləyir. Məhəmməddən pas İmrandan içəriyə pas İbrahim gözəl. Çox. Yenə eyni bir paslaşma, yenə eyni bir gol. İbrahim mükəmməl. Emin topu oyuna daxil etdi. Cavidandan Emilə pas. Emildən Cavidana. Cavidan özü zərbə indirir ancaq. Küncdən zərbə. Maraqlı. Bəli. Hakim qeyd edir ki, qapıçının əlinə toxunur. Emil ancaq topu çox yuxarıya zərbə ilə indirdi. Ravildən pas, Məhəmməd, Ravil topu alır, Ravildən pas, ancaq İmran icazə vermir İbrahimdən geriyə pas Elnurdan. Topu alta vurur, uzaqlaşdırır topu Emildən pas, Ravildən geriyə pas. Məhəmməddən Natikə, Natik geri qayıdır. Vaxtı öldürməyə çalışır mı, yoxsa bir taktikadır mı bu? İmran ancaq alınmadı. Emildən pas Emin'dən geriyə pas Ravildən Cavidana pas. Cavidandan zərbə ancaq alınmadı. Elnurdan Natikdən Ravil görən yeniyəcək. Ravildən pas ancaq çox bir dəqiq pas alındı. Ruh düşkünlüyü yaşanır oyunda. Elnur topu uzaqlaşdırır. Natikdən Cavidan görən yeniyəcək. Cavidan özü irəlilədimi? Cavidan pas ancaq
Emin toxuna bilmədi topa. Bəlkə də bu top itkiləri qol olsaydı nələr baş verə bilərdi. İmrana gözəl bir pas. İmrandan zərbə. Məhəmməd. Natiqdən zərbə və qol! Natiq oyunu qurtarmağına saniyələr qalmış. Gözəl bir qolla oyunu bitirir. Ümumi hesab 10-6. 11-6 hesab ilə Star komandası oyunu digər turuna keçid etmək üçün bitirir. Ən şərhçiniz bəylər Abbaszadə. Bu günlərim sizə Star komandası ilə Avenger komandasının görüşünü şərh elədim. Sağ olun, salamat qalın. Gələn görüşlərə dək.